Mayın ortalarında nazirlərin bölgə görüşləri Göyçay, Lənkəran, Şirvan və başqa rayonlarda davam edib. Tutun mənim əlimdə kimə söz vermirəm. Mayın 15-də Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Şirvan şəhərində Neftçala, Salyan, Hacıqabul, Sabirabad və Saatlıdan olan vətəndaşların şikayət və təkliflərini dinləyib. Saat 12:40-dır. 19 adam keçir. Cəmi nə qədər yazılıb qəbul? Cəmi 48 vətəndaş qəbul edir. Kendimizin yarısının suyu var, yarısının yoktur. Ben özümün 21 nəvəm var, 2 dənə nəticəm var. 5 oğlum var, 2 kızım var. Bunlar evlat, hamısı bunlar suyla təmin olunmalıdır. Ben sizin hamınızdan xahiş edirəm ki, bizim o qalan sakinlərə də, kəndə də təmiz su versin. Qısa məsələlərlə həlli mümkündür, həmən saat həlli olunur. İşlə bağlı müraciətlər var, bizim də imkanlarımız var bu sahədə. Mən hesab edirəm, normal maaşla işlərə təbrik edirik. Bəziləri cərmə olunublar, özləri də itiraf edirlər ki, haqlı cərmə olunublar. Qanunsuz ağac kəsməklə bağlı, yaxud ətrafa tullanmaqla bağlı. Çalışır burada onların kənd yerində yaşaması nəzərə alaraq bəzən qeyri-adi görünən çıxış yol tapaq. Məsəl üçün təklif olunur ki, bu dəqiqə yaşlılaşdırma aparılan ərazilərdə gedib könüllü ağac əksinlər. Bunun müqabilində cərimədən azad olsunlar, amma yadlarında qalsın ki, təbiətdən götürdüklərini təbiətə qaytarmaq heç olmasa bir cəza formasında çəkdirir. Baş prokuror Zakir Qarolov mayın 17-də Lənkəranda olub. Ötərən prezidentimizin tapşırığı ilə, Talih müəllimin yaxından iştirakı ilə qərarı aldıq Cənab Prezidentin adından. Sizə həm salamlarımızı çatdıraq, həm hörmətlərimizi çatdıraq və nə kimi sizi narahat edən problem, nə kimi sizi narahat edən məsələlər varsa, yerdə baxmağa hazırdır. Burada baş yerəm Talih müəllim, mən ona yaltaqlamıram. Əvvəlcə ayaqüstü şəhər sakinləri ilə söhbətləşən baş prokuror, daha sonra şəhər prokurorluğunun binasında Lənkəran və ətraf rayonlardan olan şikayətçiləri qəbul edib. Zakir Qarolov şikayətçilərin çox olmasını əsas gətirərək, jurnalistlərin suallarına cavab verə bilməyəcəyini deyib. Həmin gün Nəqliyyat naziri Ziya Məmmədov da Göyçayda olub. Heydər Əliyev mərkəzində baş tutan görüşdə nazir Göyçay və ətraf bir neçə rayondan olan şikayətçiləri qəbul edib. Nazirə təkcə nəqliyyat problemləri ilə deyil, digər sosial məsələlərlə bağlı da müraciətlər olub. Uşağımın biri Gəncədə oxuyur. Bugün axırıncı imtahanıdır. Yazıb ki, nənə, mənə pul yollayıb, maşın pulum yoxdur. İndi mən də, dünən də, İsraildə, daha İsraildə, poçtu dağını kəstirmişəm. Xahiş eləmişəm müdürdən ki, mənə kartımı qoyun, əl tut günəyin, uşağım yox, gəlsin də orada. Heç biri boyun deyil, mən cibimin pulunu verib sənə, mən kartı alıb bura qoyanmam. Yaxşı qoyanmam, get pensiya fondu versin, get yaxşı pensiya fondu, gəldim. Ana, sənin problemin nədir? Gəldim, dedim. Nəylə bağlı gəlmişsin? Qəbula gəlmişəm ki, pensiyam, uşağımı əsirliyib, məktəbi qutarıb, imtihamı verib, pulu yoxdur gəlməyə. Ana, bir dəqiqə üzr istəyirəm, bu günlərim qəbul nəqliyyat sektorundan bağlıdır. Cənab nazir gəlib, nəqliyyat naziri iştirak edir. Yenə əlavə nə problemin, dərin sərin borsan, səbirlə bir çıxır. Şikayət üçün Heydər Əliyev mərkəzinə üz tutanların bəziləri Nəqliyyat naziri ilə görüşə buraxılmayıb. Buraxmırlar sizi içəri? Yox, içəri buraxmırlar. Niyə? Bıraxmırdı, keyflər kəsir biz öz keyfimizə dolanırıq, özümüzün yaşayışımız var, rahatlığımız var. Sizin də balanız harada ölür, ölsün, cəhənnəm ölsün, mənə adiyyəti yoxdur. Qəbula girə bilməzlər Arif müəllimlər? Mən bir şey deyə bilmirəm. Buna yazılmalıdır, aidiyyəti qurumlara gəlir. İndi siyahıya yazılsa nazirə də sözünü versin də. Olmaz ki. Çağda bir çağda geçsin, gene siz dediniz kimi olsun. Buraxmırlar sizi içəri. Buraxmırlar. Gördüm ki, buraxmırlar, mən durmuşam da burada. Nazir və komitə rəhbərlərinin bölgələrə səyyar görüşləri bu ilin aprel ayından başlayıb və hələ də davam edir.